Məsələsinin açıqlamasını burada verəcəyim ki, bir həftədir bu dron səsi gəlir. Xüsusilə dünənləri daha çox dron gəldi. Bu nə drondur, nə məsələdir, bunu mən sizə çatdıracağam. Amma sizlərdən xahişim nədir? Kanala abunə olun, kanalı dəstəkləyin, videonu bəyənin, belə üstünə vurun, tıkıldadın. O dronlar Bayraktar TB2'dir. Onların heç bir silahı yoxdur. Onlar sadəcə müşahidə, kəşfiyyat dronlarıdır. Onlar uzaq məsafədə İran tərəfinin təhdidindən sonra İran tərəfindən gələn raket və dronları vaxtında aşkar eləyir. İlham Əliyevin İsraildən öz əmlakçılarını, ailəsini, sarayını, neft platformalarını qorumaq üçün İsraildən aldığı dəmir qübbəyə informasiya verir və o informasiya nəticəsində İrandan gələ biləcək hər hansısa bir hədəf vurulur. Bəlkə də Rusiyadan da qorxurlar, nəsə gələ bilər. Vurulur. İlham Əliyevin rahat yatması üçün, yəni nə özü zaten bunkerdə yatır, nə də onun əmlakçılarına bir xələl gəlməyəcək. İlham Əliyevin rahat yatması üçün o dronlar 24 saat havada uçuş eləyir. Bu dənizin üzərində də uçurdula bilərdi. Xalq onun səsindən narahat olmasın. Birinci, İrandan gələn təhlükə dedik. İkinci də İsrail onun qəsdindən, İsrail onu uçurtdurur, Bakının üstündə uçurtdurur ki, Azərbaycan xalqı raket səsinə, dron səsinə, təhlükəli səslərə, təhlükəli savaşa hazır olsun. Bizi savaşa soxacaqlar. Çünki İlham Əliyev soxulmuşlardandır. Seçilmişlərdən yox, soxulmuşlardandır. Çünki onu bizə soxublar, kasetini çəkərək, özünə, karısına nələr soxaraq, o videolar çəkərək onu bizə sırıyıblar. Ona görə İlham Əliyev soxulmuşlardandır. Qaldı İlham Əliyevin öz silahından özünü vururlar. İlham Əliyev demədi mi? Avropada, Münih Təhlükəsizlik Konferansında demədi mi? Azad mətbuat yoxdur. Amerikada, Avropada barbar bağırmadı mı ki İlham Əliyev? Kim güclüdür onun sözü keçir. Hüquq, beynəlxalq hüquq, ədalət yoxdur. Kim güclüdür onun sözü keçir. Bu sözü deyən İlham Əliyev yoxdur mu? İlham Əliyev deyil mi? İndi İran güclüdür də. İran güclüdür. İlham Əliyev indi çığırır, kömək istəyir. Beynəlxalq hüquq axtarır. Haralarsa məni öldürəcək deyə müraciət edir. Milli Məclis İlhamı vuracaqlar deyə, dirəcəklər deyə toplanıb müzakirə edir. Bu yandan İlhamın Sevinç Telman qızından belə barbar bağırır, ən baxılı kanalları, saytları İlhamı vuracaqlar, devirəcəklər deyir. İlham Əliyev, sonra sən güclüydün, xalqımızı dombaldırdın elə, xalqa soyqırma eləydin elə, sən güclüydün elə xalqdan. Xalqın sərvətinlə, xalqın pulunla, tank, texnika, tro, killer dəstəsi, pul, hər şey sənin idi. Sen güclüydün elə, elə İlham Əliyev. Sən əlinə Almaniyada siyasi fəallar rahat yatamırdı elə. İndi də İran güclüdür də İlham Əliyev. Etməkdələr zamanıdır da. İndi niyə narahat olursan İlham Əliyev? İlham, ham. Bəsdir də, etməkdələr zamanı daxil. Yadınızdadır, təxminən ay yarım əvvəl dedim ki, Azərbaycan hakimiyyəti elə bir istiqamət seçib ki, birazdan işsizlikdən şikayətlənənləri, iş tapa bilmirəm, işsizlikdir, dolanışıq yoxdur deyənləri dövlətçiliyə qarşı təbliğat apardığına görə hökumət tutub dama salacaq. Doyunca güldünüz, əcəb deylədiniz, mənim də elə arzum ondan ibarətdir ki, hamımızın sifətində təbəssüm olsun. Ancaq mənim o acı zarafatım deyəsən həyata keçirmək üzrədir. Bugün Milli Məclis mülki məcəlliyə dəyişiklik üstündə fikirləşib, belə təklif ediblər ki, dilənçilər bizim ölkəmizin imicini zədələyir. Bu fəaliyyəti aradan qaldırmaqdan ötürü nə fikirləşiblər? Çox gözəl dediniz, düşündünüz. Əllərindən gələn nədir? Cərimə. Fikirləşiblər ki, dilənçiləri 100 manatdan 200 manata qədər cərimə eləsinlər. Onlar bu fəaliyyətlərindən əl çəkməsələr, sutkalığa göndərsinlər. 10-20 gün. Sonra nə olacaq? Hələ onu fikirləşməyiblər. Beləliklə, biz o günlərə, yəni proqnoz etdiyim günlərə doğru sürətlə gedirik. İş olmayacaq, amma işsizlikdən şikayətlənmək də inzibati xəta, cinayət sayılacaq. Dövlət mərhəməti, humanizmi insanlara göstərilməyəcək, amma bundan şikayətlənənləri vətən xaini kimi, nə bilim, hüquq pozuntusu edən insan kimi cəzalandıracaqlar. Azərbaycan sürətlə Cəzabaycana dönür. Tozdu, gecəni 2 yerə böldü. 12'ye kimi Vilayət Eyvazova yalatdırır. 12'den sonra Qayi rəisi var, Ramiz Zeynalov, öz yerlisidir, ona yalatdırır. And olsun Allaha, Şəbnəm Tozlu'nun ən yaxın adamını tanıyıram. Göz yaşı töküb belə ağlayırdı ki, Ramiz Zeynalov məni qısqanır, Ramiz Zeynalov məni tişləyir. Bax, mən bilirsə Tozlanam, bu qancıqlarım da elə çox aramdır. Şəbnəm Tozlu ilk dəfə deyirdi, mənim oğlum deyir, əsəbləşər də mənim belə pis videolarımı görər. Şəbnəm Tozlunun oğlu da indi öz tayıdır. Şəbnəm Tozlu, yenə deyirəm, bircə gecə Vilayət Eyvazovdan yatanda xahiş elədi, Qazağın polis rəisini, o Tozludur, Qaraxanlıdır, haralı bilmir. O qohumudur Şəbnəm Tozlunun. Şəbnəm Tozlu onu xahiş elədi, o Mirzəli tərəf rayonun Göyçay tərəfdə mavin idi, nə idi? Gətirdi Qazağa polis rəisi. Bilirsə, Qazaq rayonu gömrük olan rayondur, ən pullu yerdir. Bax, bircə gecə yatdı, onu xahiş elədi. Şəbnəmin 40'a yaxın yaşı var. Suala ortaya çıxır, 30'a yaxın o çıtır olanda haradaydı? Rus kafelərində piyanistkaların daşacaqlarını şalvarın stolun altından çıxardıp ağzına almıyordum.
Günde bir kafede yatmıyordum. Bir şemkiriye rast oldu pulluya. Fırlattı onun başına ne oynaştı. Onu tramplin kimi başından bastı. Başka ondan bir zencinine koşuldu. Ne bileyim neynədi. Müğenniler o pullu adam düşəndə bir-birine didişirler onun üstünde. Atası belli. Kısa giyinse o darvazadan beri girmeyecek. Ha, daha şemden tozlu da alttan soyunmadı. Üstten soyundu. Ay seni tozlu çılığı.